Əziz soydaşlar, canlı verilişimiz davam edir və verilişimizin ikinci qismətində yəqin birazdan telefonumuz da açıq olacaq. Eləcə də qonaqlarımız da təbii ki, Urum gölü ilə bağlı fikir söyləyəcəklər. Mən də bəzi yeni bilgiləri sizin diqqətinizə çatdırmaq istərdim. Yəqin ki, xəbəriniz var, sabahları traktor, yəni Səhənd stadionunda, Qurd dərəsində traktor və şəhərdarı oyununa yüz minlərlə traktor və şəhərdarı azarkeşləri dəvət olunub. Bu təkcə Təbrizdən deyil, bəlkə Azərbaycanın müxtəlif bölgələrindən. Orada Urum gölünün qurması ilə bağlı ciddi şüarlar səsləndiriləcək. Milli şüarlar təbii ki, veriləcək. Şənbə günü isə Urmiyədə miting təşkil olunub və bununla bağlı bəzi, həm ara qarışdıranlar, ortanı qarışdıranlar, eləcə də dövlət səviyyəsində bir sıra münasibətlər var. Mən istərdim qısa olaraq bunları sizin diqqətinizə çatdırım. Birinci, Təbrizin ustandarısı cənab Əhməd Əlirza Beyci bir açıqlama verib. Bu açıqlamasında bildirir ki, o tərh dövriyyəti ki, məclisdə irayə olunmuşdu və orada millət vəkilləri tərəfindən səs verilməyib. O bildirir ki, belə bir şey yoxdur, yəni bunu inkar edir. Sadəcə kifayət qədər sənədlər olmadığına görə bu məsələ bir qədər yubanır. Yoxsa bu məclisdə bu məsələ müzakirə olunacaq. Mən eyni Əhməd Əlirza Beycinin və yaxud bəyinin sözünü deyirəm ki, Təbrizin ustandarıdır. Ustandar əlavə edir ki, İran İslam Cumhuriyyətinin, yəni Cumhurbaşqanının birinci muavini bununla bir söhbət olundu və qərar olundu ki, 20 gün ərzində Araz çayından, yəni Arazın o çaydan suyu Urum gölü istiqamətinə biz əməliyyatlara başlayaq və beləliklə də Urum gölünü bu yolla nicat verək. Bu arada bəzi millət vəkilləri, o millət vəkilləri ki, onların siyahiləri Günas TV tərəfindən də verildi, telefonları ekranlara qoyuldu və bir çox web sitələrdə, web saytlarda yayılıb. Onlar məclisə şikayət ediblər ki, belə bir işi görmüsünüz. Bəzən, yəni bizim bəzi məsələlərdən xəbərimiz olmadığına görə gecə-gündüz Azərbaycandan bizim telefonumuza telefon açırlar, zəng edirlər və Urum gölü ilə bağlı bizə olmayan söyüşlər verirlər. Təbii ki, bu millətin haqqıdır, bu millətin hüququdur. Yəni o millət vəkilləri ki, adını millət vəkili qoyub və millətə qarşıdır, millətə xəyanət edər. Belə addımlar onlar üçün çox-çox azdır. Yəni onlar daha da ciddi cəzalar gözləsinlər ki, əgər xəyanətin nəticəsi nədir, bunu indi zaman təbii ki, göstərəcək. Başqa bir məsələ isə Urmiyənin ustandarisindən, eləcə də fərmandardan bir bəyanat yazıblar. Bəyanat veriblər və bəyanatda bildirilir ki, şənbə gününə olan miting, yəni Urum gölü ilə bağlı Urum gölünün qurulmasına etiraz rəsmi dövlət səviyyəsində bunlara icazə verilməyib. Və bu da bir münasibətdir ki, ustandarı və fərmandarı tərəfindən bildirilir. Yəni bunları mən nə üçün deyirəm? Və eləcə də biraz öncə aldığımız indicə daxil olan xəbərə görə ki, müvəssəq və inandığımız şəxslər tərəfindən yazılan, göndərilən məlumatdır ki, İttilaat Təbrizdə bir evdə təxminən 40-a yaxın iftar açarkən soydaşlarımızı bir yerdə həbs edib. Orada gəlib gedənləri kontrol edirlər. Hər kəs o iftara gəlir, onları həbs edirlər. Bəzilərinin adları da var, tanınmış simalardan da var, milli faallardan da var və qalan adları da dəqiqləşdirib bizə göndərəcəklər. Baxın, Təbriz ustandarının bəyanatı Qərbi Azərbaycan, yəni Urmiya ustandarının və fərmandarının verdiyi bəyanatlar millət vəkillərinin məclisdə bu tipli etirazları ki, bizə telefonlarımıza olmayan söyüşlər gəlir, yağdırırlar. Eləcə də Təbrizdə iftarda insanların həbs olunması, bütün bunların hamısı bu təzyiqlərdir, yəni millətin iradəsidir. Əgər millətin iradəsi olmasaydı, siz təsəvvür edin, adicə heç bir şey görülmədi. Yəni 2 gün, biri sabahları şəhərdarı və traktor oyununda olan bir müsabiqə yarışına dəvət, orada Urum gölü ilə bağlı şüarların səsləndirilməsi və digəri isə şənbə gününə olan mitinqlər, yəni Urmiyədə və digər bölgələrdə. Yəni bu təkcə Urmiyə yox,
ayrı-ayrı şəhərlərdə də bu mitinqlər Urm gölünün quruması ilə bağlı yəni həyata keçiriləcək. Siz təsəvvür eləyin ki, yəni sadəcə bu bir kampaniya, yəni hələ bir həyata keçirilməmiş bir addımdır. Siz təsəvvür eləyin ki, millət vəkillərini də yəni hərəkətə gətirib, ustandarları da hərəkətə gətirib, Təbrizin ustandarı Cumhurbaşqanının, yəni Əhməd Nicadın birinci müavini ilə təmasda olub. Belə bir qərar veriblər ki, güya ki, yəni Arazdan su çəksinlər Urmi gölünə və s. Yəni, zahirən bunlar, bu məsələ görünür ki, onların reaksiyalarıdır. İndi həqiqət nədir? Həqiqət bundan ibarətdir ki, keçən dəfə Sayın Obalı bəy də buna işarə elədi. Araz çayından bunların haqqı, hüququ yoxdur. Azərbaycandan xəbərsiz, Türkiyədən xəbərsiz, Ermənistandan xəbərsiz. Yəni, bu bəzi qonşu ölkələr ki var. Öz başına, yəni Arazın çayını, suyunu bunlar ağzını gətirələr, döndərələr Urm gölünə və Urm gölünü nicat verələr. Yəni, bütün bunların hamısı milləti aldatmaq və nağıldır. Əgər cənab Əhməd Əlirza bəyi və yaxud Beyci, Təbrizin ustandarı düz danışırsa, yəni millətlə səmimidirsə, gələrdi və deyərdi ki, biz Cumhurbaşqanının müavin əvvəli ilə söhbət elədik, qərar oldu, ora 30-dan çox Urmi gölünün ətrafına vurulan sədləri yavaş-yavaş sındıraq. Çünki əsas amil tapılıb. Yəni, bu mütəxəssislər də, alimlər də gəldi, bunu təsdiq elədi ki, Urmi gölünün qurumasının bir nömrəli səbəbi o ətrafda vurulan sədlərdir. Mümkün olsa, Van gölü ilə Urmi gölünün o bir xəritəsi, orada bir şəkil var, əgər mümkün olsa onu biz qoyaq. Təxminən, bax, bu şəkillərin biri-biri ilə araları 120-130 kilometrdir. Böyük bir məsafədir, iqlim baxımından, ab-hava baxımından. Yəni, necə olur ki, Urmi gölü quruyur, bitib, baxın bu xəritəyə, bu şəkilə baxın, yəni göydən çəkilmiş bir xəritədir. Sağdakı o quruyan ağ, duzlaq Urmi gölüdür, soldakı Van gölü. O qədər bunların ab-hava baxımından fərqləri yoxdur. Yəni, məsafələr azdır. Necə olur ora qurumur, əgər yağışdan söhbət gedirsə, təbii fəlakətdən söhbət gedirsə? Necə olur, yəni, ora yağır, bura yağmır? Bunların hamısı nağıldır. Urmi gölünün ətrafındakı o sədlər ki, vurublar, o sədlərdir. O sədlər əgər sındırılmasa, Xəzər dənizindən də ora su çəksələr mümkündür. O Urmi gölü nicat tapa bilməz. Urmi gölünün nicatı o sədlərin sındırılmasıdır. Ki, nə ustandar, nə Cumhurbaşqanının birinci müavini, nə də ki, digər səlahiyyətli nümayəndələr. Biri bu məsələyə işarə eləmir. Yalnız bir nümayəndə işarə elədi və dedi ki, siz ora vurduğunuz sədlər ki var, ki, öz mənafeyizə uyğun vurubsuz, gəliriniz var. Əgər qorxursunuz, o gəlirinizi itirəsiniz, gedin oranı, yəni sındırın, qoy Urmi gölü nəfət çəksin. Düz deyir. Yəni, düşmən də olsa, başqa bir fikirlər, ifadələr də işləsə, bu sözündə həqiqət var. Niyə ustandarı? Çünki mənafeyləri var. Təbrizin ustandarısı, istər ayrı-ayrı məhsullar olsun, istər Urmiyanın ustandarısı, fərmandarısı və digər. Yəni, bunların dolayısı yollarla o Urmi gölü ətrafında ucaltdıqları oradakı şirkətlər, oradakı kənd təsərrüfatı işləri və digər sahələrdə gördüyü işlərin arxasında gəlir mənbəyi var. Çünki bərabər yeyirlər, səhmiyə bunlara da çatır. Doğrudur, yəni əsas o böyük aşıranlar yuxarıdadır, Tehranda oturub. Amma istər-istəməz o yaldan bunların qabağında da atırlar. Kasanın dibində bir şeylər də bunlara verirlər ki, siz də səsizi çıxartmayın və yardım eləyin. İndi haman ustandarlar və fərmandarlar ki, bəyanatlar yayıblar, bəyanatlar veriblər. Bunlar düşünməlidir. Bunlar bilməlidirlər ki, durum vəziyyət nə yerdədir? Milləti bundan aldada bilməzlər. Bu bəyanatla aldada bilməzlər. Həman bu bəyanatlar İRNA-da, İranın, yəni dövlətin rəsmi web sitələrində də yer alıb. Həman Təbrizin ustandarısının dedici fikirlər, Urmiyanın, yəni fərmandarı və ustandarının danışıqları hamısı çap olunub. Özü də çox maraqlıdır ki, bu günləri Amerikanın səsi, BBC, Radio Fərda və digər, yəni bu başında oturan bu fars şovinistləri, faşistləri ki, xəbər axtarırlar oradan-buradan, boş-boş xəbərlər qalmır, yığırlar, millətə sırayırlar. Biri buna işarə eləmir. İranın öz dövlət, yəni dövlət orqanlarında bu çap olur, amma bunlar çap etmir. Bunu da mən istədim ki,
soydaşlarımızın diqqətinə çatdıraq. Bəziləri bayraq götürüb, əlinə bir ələm götürüb ki, gəlin Amerikanın səsinə, Voice of Amerika'ya yazın orada tez-tez çoxlu məktub yazın ki, Azərbaycanla bağlı el eləsin, belə eləsin ki, ta özlərinə, yəni daha doğrusu özünə bir bazar açsın. Orada özü işə düzəlsin, geçsin orada işləsin ki, bəli, biz də varıq. Amma buyurun, görün ki, yəni bunlar lazımi məsələlərə işarə etmək istəmirlər. Başqa bir maraqlı bir hadisə və daha doğrusu bir bəyanat. Mən oxumaq istəyirəm o bəyanatı. Nə partiyanın adını çəkmək istəyirəm, nə şəxsin adını çəkmək istəyirəm. Sadəcə bu Urmugöl ilə bağlı bəyanata fikir verin və təxribatların, yəni siz dərinliyinə fikir verin ki, nələrdir. Hörmətli vətəndaşlar, İran İslam hakimiyyəti illər boyu Urmugölünün qurumasına etinasız qalaraq açıq-aşkar Azərbaycanda çox dəhşətli ekoloji faciənin yaranmasına səbəb olmuşdur. Təbii ki. Ölkədə iqtisadi, siyasi və ictimai gərginliyin yaranması ilə yanaşı Urmugölünün ekoloji faciəsi hakimiyyətin Azərbaycan xalqına qarşı qəsdən təhrikata yaratmasından başqa heç bir şey deyil. Yəni təhrikat yaratmasından başqa heç bir şey deyil. Urmugölünün faciəsi ilə Azərbaycan xalqına müharibə elan edən İran İslam hakimiyyəti belə bir təhlükəli siyasətin hansı ağır məsuliyyətlərlə nəticələnməsini nəzərə alaraq təcili surətdə ona son qoymalıdır. Çox gözəl. Azərbaycan xalqı Orta Şərqdə hər gün baş qaldıran siyasi qalmaqaldan təhrikat yaradanlara Urmugölünün faciəsindən sui-istifadə etməyə icazə verməyəcək. İran İslam hakimiyyətinin bütün orqanları Urmugölünün faciəsinə dair çox ciddi və təcili surətdə tədbir görərək ağır məsuliyyət daşımalıdır. Şablon cümlələr təbii ki, gördünüz aşağıda və yuxarıda. Amma çox maraqlıdır ki, Azərbaycan xalqı Orta Şərqdə hər gün baş qaldıran siyasi qalmaqaldan təhrikat yaradanlara Urmugölünün faciəsindən sui-istifadə etməyə icazə verməyəcək. Başa düşə bilmirik. Yəni bunun bir məsələ də var. İki əmoğlu deyir, Cəngəldə meşədə gedir, aydan söhbət düşür, aydan danışırlar. Biri deyir ki, qabağı əmoğluya deyir, qabağı ay çıxsa nə edəcəksən, nə edərsən? Nə bilim, deyir, müqavimət göstərirəm, vuraram əlimdəki dəyənəklə, bəs o səndən güclüdür. Deyir, əlimdəki silahla vuraram, bəlkə silahım boşa keçdi, qaçaram, bəlkə belə. Elə sonra Qadir deyir ki, mən başa düşə bilmirəm ki, sən mənim əmoğlumsan, ya ayının əmoğlusun. Biz bu bəyanatı başa düşə bilmirik. Yəni, bu adam millətin müdafiə edir, millətin yanındadır. Yəni, bu partiya 5 ildən, 6 ildən bir bəyanat yayırlar, bəyanat verirlər və hər bir bəyanatı da təxrib edici bəyanatlar. Yoxsa başa düşmürük, yəni millətin yanında. Əgər bu günləri Ərəb ölkələrində qiyam Suriya haqqında, orada Suriyadakı cinayətlər deyilirsə, gündəmə gəlirsə, bu o demək deyir ki, yəni bundan hər hansı bir sui-istifadələr var və yaxud Urmugölündən danışmaq, sui-istifadə etmək. Əgər milləti Urmugölünün qurması ilə bağlı xiyabana, küçələrə dəvət eləmək, mitinqlərə dəvət eləmək, etirazı bildirmək, biz başa düşə bilmirik. Yəni bunun nəyi, harasında və demək olar ki, bir irad və işgal var. Bunlar, ağalar nədən narahatdır? Oturublar Təbrizdə və bu cür çirkin bəyanatlar biz başa düşmürük. Yəni rejimin yanındadırlar, rejimi müdafiə edirlər. Yəni bunlar bu bəyanatdan belə çıxır ki, biz narahatıq. Sabahları bu məsələ ilə bağlı ciddi olaylar baş verər və rejimə nəsə ola bilər. Allah eləməmişdən rejim yıxıla bilər, hakimiyyət devrilə bilər və ona görə məhsulları da çağırılır ki, siz bu məsələdə diqqətli olun və yıxılmağınızda birbaşa məsulsuz. Yəni bu çox ayıb və biabırçı bir bəyanat, təxribat xarakterli bir bəyanat və zamanı yeri gəlib ki, biz keçən verilişlərdə də dedik ki, bu tipli insanların ifşa olunması vacib adları ilə, partiyaları ilə, baxmayaraq ki, özləridir, yəni 3-4 nəfər partiya deyəndə, amma nə qədər olandan sonra bu mənfi, yəni işin gedişatlarına təsir göstərən bir amillərdən biridir. Bu, yəni hər tərəfli bu məsələ ilə bağlı demək istədim ki, hücumlar davam etməkdədir, amma ortada əziz həmvətənlər bir həqiqət var. Həqiqət o da ondan ibarətdir ki, Urmugölü quruyur. Urmugölü, əgər siz gedib Qərbi Azərbaycan Ustandarının rəsmi veb-saytına girsəz, orada ustandarın özünün, yəni özlərinin orada rəsmi yazılarına oxsuz, baxsız, orada bütün problemləri də onlar da ortaya qoyublar və yazırlar ki, 3 ildən sonra Urmugölündən əsər əlamət qalmayacaq və
təxminən 13 milyon yəni insan təhlükə altında qalmalıdır bu gölün quruması ilə bağlı. Yəni bu rəsmi Ustandarı tərəfindən də verilən bəyanatdır. Amma danışıqlar, bəyanatlar bir-birlərini inkar edir. Mən təkrar edirəm ki, Urmi gölünün həqiqətləri, yəni bu həqiqəti əldə etmək, bunu nicat vermək millətimizdən asılıdır. Sabahları biz yenə də Günas TV olaraq traktor tərəfdarlarının, azarkeşlərinin istəyini əsasən, onların istəyini nəzərə alaraq təxminən bütün Azərbaycanın bölgəsindən soydaşlarımızı Səhənd stadionuna dəvət edirik. Nə qədər güclüsüz, nə qədər varsız, bir olacaqsınız. Yumruq kimi ora insan toplaşacaq, yüz minlərlə insanlar sözünü deyəcək, sizin gözünüzü piliyən də olmayacaq. Sizə heç kimin gücü çatmayacaq. Məyərin ki, yəni pərakəndə bir şəkildə başqa dostlarınızı, yəni yalnız buraxasız, yalnız qoyasız, onda o zaman yenə bir şey olmayacaq. Sadəcə bu məsələ lazımı reaksiya effekti verməyəcək. Yoxsa bu günə qədər tutanları nə ediblər ki, bundan sonra da etsinlər. Elə bu axşam da Təbrizdə həbslər rejimin, yəni zəifliyini göstərir və təbii ki, orada Təbriz və digər bölgələrdə olan soydaşlarımız bir qədər də İttilatın bu əməllərinə, bu hərəkətlərinə nifrətlə yanaşacaq və nifrət gözü ilə baxacaq ki, bizim soydaşlarımızı oruc ağız, yəni soydaşlar, insanlar ki, yığılıb iftar süfrəsinin başına bunları niyə həbs etmişsiniz? Niyə bunları? Bir çoxları təbii ki, ayrı şəhərstanlardan da var. Yəni sabah üçün, futbola baxmaq üçün yığılıblar və görünür ki, çoxlu, yəni şəhərstanlardan da, bölgələrdən də bu oyunu seyr etmək üçün həmvətənlərimiz toplaşacaqlar. Şənbə günü də Urmiyədə qəti bir qərardır və bu qərar öz yerindədir ki, birazdan biz bəzi, yəni onunla bağlı lazım olsa, vaxt olsa biz dünənki afişaları bir daha da sizə təqdim edəcəyik. Mən, Sayın Firidun bəy, mən sözü sizə vermək istəyirəm. Buyurun, söz sizdədir. Əgər Urmi gölü ilə bağlı hər hansı sizin də bir fikirləriniz olsa, buyura bilərsiniz. Məmnuniyyətlə biz və seyircilər sizi eşidəcək və dinləyəcək, seyr edəcək. Buyurun. Cavad bəylə, mən demək istədiklərimin əsas tezislərini sən vurğuladın. Ona görə da bu mövzunu çox uzatmaq istəmirəm. Amma bir-iki kəlmə öz mövqeyimi bildirmək istəyirəm. Deməli, İran parlamentində Urmu söhbəti gələndə özü də Azərbaycandan olan millət vəkilləri ki, buna etinasız yanaşıblar. İndi molla rejimi deyək ki, təksif verir ki, belə bir şey olmur. Bu rejimin xislətidir. Bir gün bir generalı götürür, Quzey Azərbaycan prezidentinə hədə qorxu gəlir. 2-3 gündən sonra molla rejimi deyir ki, yox, belə bir şey olmayıbdır. Nətər olmayıb? Sənin qəzetlərində çıxıb axı bu. Yəni, bunlar təksif verməklə canlarını qurtarmaq istəyirlər. Amma bir şey qanmırlar ki, Urmu gölünün faciəsi təkcə Güney Azərbaycan faciəsi deyil. Urmu gölünün faciəsi bütün regionun faciəsidir. Aral gölü beləcə quruyanda onun da səbəbi nə idi ki, ora gələn çayları vaxtında, deyək ki, Amudəryadır, Sırdəryadır, vaxtında oradan kanallar çəkdilər, pambıq tərlaları əkdilər Sovet dönəmində planlar doldurmaq xatirinə yavaş-yavaş o göl qurudu və o gölün ətrafında böyük xəstəliklər yarandı. Urmu gölünün faciəsi daha böyük olacaq. Çünki Urmu gölündə yaranan duzları təkcə Güney Azərbaycan, Urmu ətrafındakı əyalətlər yox, Naxçıvana qədər, Ermənistana qədər, Azərbaycana qədər külək onları qaldırıb, deməli, kənd təsərrüfatına çox böyük ziyanlar vura bilər və böyük epidemiyalar yarana bilər. Mən sizə adicə bir fakt deyim. Türkmənistanla Azərbaycan arasında böyük bir Xəzər dənizi var. Amma Türkmənistandakı səhrada bir burulğan olanda, bir də baxırsan ki, artıq sabahsı günü Azərbaycanda havada sarı qumlar var. Yəni, Xəzərin o tayından artıq hava ilə keçib bu tərəfə. Urmu gölünün yerində yaranan o duzlaqların çox böyük ekoloji təhlükələri var. Ona görə
Fars Molla rejimi də başa düşməlidir ki, bu bütün regiona böyük bir ziyan vura bilər. Ona görə bizim yurttaşlarımızın ayağa qalxıb və sən düz deyirsən, mən onu vurğulamaq istəyirdim ki, göl nə vaxt quruyur? Gölə gələn çayların qabağına bənd vuranda, onun suyunu ayrı istiqamətə yönəldəndə. Yəni, ora su gəlmirsə, təbii ki, bu ay-bay, il-bəy, gün-bə-gün o su azalacaq, quruyacaq. Ona görə onun birinci xilas yolu odur ki, o bəndlər sökülməlidir. Əvvəlki kimi o çaylar təzədən ormaya axmalıdır və mütəxəssis fikirlərinə burada diqqət yetirilməlidir. Mən yenə təkrar edirəm, bu faciə təkcə Güney Azərbaycanlıların faciəsi olmayacaq. Bu, bütün böyük bir regionda fəlakət törədə bilər. Ona görə də yurttaşlarımız ürəklə bu mitinglərə çıxmalıdır, təkliflərini deməlidir, hökumət qarşısında bu məsələni ciddi qoymalıdır və heç bir o bayaq Cavad bəyin oxuduğu kimi caydırıcı bəyanatlara da fikir vermək lazım deyil. Təbii ki, o Cavad bəy teksti oxuyanda orada mən dilçiyəm. Orada bircə cümlədən tutursan ki, bunu kim diktə eləyib, hansı məqsədlə yazdırılır. Ona görə bu məsələlərdə həddindən artıq ciddi olmaq lazımdır. Məsələn, bu Urmu gölünün qurumasında Güney Azərbaycanlarının təpki göstərməməsinin bir səbəbi də bizim bayaqdan elədiyimiz söhbətdir ki, etnik, siyasi deyək ki, təpkilər Azərbaycanda zəifdir. Niyə? Çünki siyasi təşkilatlanmalar zəifdir. İndi daha vaxtımız azalır deyin. Birazdan telefonlarda qoşulacaq soydaşlarımız suallar versinlər. Ona görə Gülərə xanım, biz bayaqki söhbətimizi yekunlaşdıraq. Da o Kürdlərdən də ərəblərə keçəsi olmadıq çünki vaxt azdır. Bir kısa bir şeydən deyəcəm. İndi Azərbaycanlıların üzrə, Azərbaycan türklərinin etnik təşkilatlarından biraz söhbət edəyik. Çox gözəl. Bu su məsələsidir, bu Urmu gölü. İndi mən də istəsiniz ərəblərdən Kısa bir şey deyim, çünki o yad düşdü. Ərəblər bu Xuzistan bölgəsi, Ərəb aydınları qətiyyən qəbul etmirlər. Əhvaz deyirlər, Əhvaz öz bölgələrinə. Və oradakı bir faciəni də istəyirəm burada deyəm. Orada bilirsiniz də neft bölgəsidir. İran bütün gəlirlərin çoxunu oradan qazanır. Amma oradakı xalq da, ərəblər də və başqa etnik qruplar da yaşayır orada. Onlar da rahat yaşamırlar. Baxın, orada da su problemi var. Quyu su içirlər, duzlu su içirlər və onların evlərinin yanından böyük, qalın bir su borular, lülələrlə su gedir başlarının üstündən. Rəfsancaninin püstə bağlarını sulayan borular, lülələr dediyimiz, nəhəng, böyük su lülələri gedir Əhvazda. Amma xalq özü quyudan o şor su içirlər. Filtrə ilə, nemlə ilə etmək olmur. Çox böyük, ərəb xalqı da çox böyük zülm altındadır. Mən ərəb aydınlarından danışdığımız zaman onlar deyir ki, baxın, çox hüzünlü bir şey dedilər. Deyirlər ki, Tehranda ancaq 5000 ərəb yaşayır. 5000. Amma bunu da deyirlər, vurğulayırlar ki, Tehranın yarısından çoxu türkdür. Baxın, buradan bura gətirmək istəyirəm ki, bizim gücümüzü, Azərbaycan türklərini Tehranın yarısından çoxu türkdür və biz sözümüzü nə qədər deyə bilərik, amma istədiyimiz nəticə hələ yoxdur, əldə etmirik. Demək ki, hələ sözümüzü deyə bilmirik, orada çatdıra bilmirik lazımlı yerlərə. Amma ərəblərin bunu deyim sizə ki, ərəblər nə qədər kiçik etnik qrup olsa da, dediyim kimi zəif olsa da, zülm altında olsalar da, bir, onların eşikdə çox gözəl təşkilatları var. İkincisi, ərəb aydınları bugün İranda, Tehranda ən çox əsərlər yazan və eleştirel, tənqidlə etnik şeylərini araşdıran olsun, çox gözəl əsərlər yazırlar. Ərəb aydınlara ona təşəkkür etmək lazımdır. Çəkinmədən, qorxmadan çox gözəl əsərlər yazırlar. Ərəb aydınların gözəl tərəfi də budur. Biz etnik olaraq o çox böyük, onlardan daha çox iş görməliyik. Bayaq dedim, həm kitab yayınlar daha çox olmalıdır bizim, həm də dediyim kimi Urmu gölünü səsini, sözünü biz Tehranda
çıxartmalıyıq sözümüzü. Orada deməliyik. Eşikdə də deməliyik. Eşik dəstək ola bilər, amma Tehranda da bunu edə bilərik ki, etmirik hələ bunu. Gücümüzü qoya bilməmişik bu baxımdan. Gülara xanım, ərəblərin siyasi təşkilatlanması necədir? Bilirsiniz ki, o 78-80-ci illərdə çox güclüydülər onlar. Bayaq da danışdım biraz onun haqqında. Amma çox böyük bir o çatışmalar oldu və onları yox etdilər. Onların oradakı təşkilatdan, onda qanlı çərşənbə hadisəsi var. Bu neft şeylərini kəsmişdilər ki, getməsin. Bunlar çox böyük çatışmalar olub, toqquşmalar olub əslində o bölgələrdə. Sonra da bilirsiniz ki, savaş çıxdı orada, İran-İraq savaşı çıxdı və o dövrdə çox Abadanda məsəl üçün onların çox Benitorov var. Bugün də çox önəmli aydınlarından biridir. Bir çoxu indi gediblər İngiltərədə, Avropada yaşayırlar. Fəaliyyətlərini davam etdirirlər. Gözəl, dediyim kimi gözəl əsərlər yazırlar, gözəl şeylər. Daha çox içəridə olmadığı üçün eşiyə gedirlər. Ziyalı elitası var onların. Var, bəli. Bəs diasporalar nətərdir? Bəli, indi yaranır. Güclüdülər, bəli, güclüdülər. Bəli. Sayları nə qədərdir? Azdılar indi. Çox azdılar, çox azalıblar. Yox, xaricdə demirəm, İranda. İranın içində də mən istəsiz bəzi biraz eski rəqəmlər deyəcəm. Olsun, yəni hardasa rəsmi rəqəmlər, bir 10 il bundan Mən qabaq. rəsmi rəqəmlər istəsiz deyim sizə. Cavad bəy, imkan varsa telefonlarımızı qoyaq ekrana. Məsələn, 97-ci il Birləşmiş Millətlərin raporundan vermək istəyirəm. Hər il o rapor verir Birləşmiş Millətlər Təşkilatının. Azərbaycan əhalisini baxın 1997-ci il üçün 23 milyon 500 min və bütün İran əhalisinin %37.3 faizi. Və buna əlavətən bunu verir. Bundan başqa da Afşarlar, Aynalı, Baharlı, Müqəddəm, Nəfər, Bıçaqçı, Qacar, Qaragözlü, Şahsevən və başqa oymaqlar da var ki, bunlar ayrı, bəli, ayrı onları veriblər. İndi gəlin mən kürdləri deyim, saat 1190 bir dəqiqə, onları kürdləri deyim. Mən bunlar rəsmiyim, 97-ci ilin rəqəblərinə görə. Kürdlərin bir çox 1 milyon 78.415 deyənlər var. Birləşmiş 1997-ci il raporuna görə 3 milyon 250 min olduğu göstərilir. Ərəbləri də, bu saat onu da deyim sizə, ərəblərin də azdır. Bəzi 700 min deyənlər var, 400 min deyənlər var, 1 milyon 200 min. 1 milyon 200, 400 min ilə 1 milyon 200 min arası. Ancaq biz qəbul eləyək. Hə, buyurun, buyurun. Bəli, o zaman buyurun növbəti xəttdən Tehrandan eşidirsiniz. Alo. Sualı qeyd edin. Salam Cəvəl, salam. Halınız yaxşıdır. Salam, çox xoş gördük sizi. Buyurun. Hamınız xeyir olsun. Qonaqlarını da salamlayıram. Feridun bəyə də salamlayıram sən də. Günlər inşallah nə vaxtdır bunun günü deyin. Tehrandan biz də gedək ora. Bunun günündən sabahları şəhərdə sabahları. Bəs biz sübh çıxsam mən yetişərəm, Kol. Bəli, sabahları şəhərdə mən bəli. Millətə deyil, qorxmasınlar. Bunların 29 gündə vaxtları qalır. Yəni 29 gündən sonra görərsən bunların başına nə oynayacaq. Alo. Bəli. 29 gün bunların vaxtı qalır. 29 gündən sonra görəcəksiniz bunların başına. Feridun bəy tarixçidir. Mən də tarixin cüzvi məsələlərini həllə fəsl eləmişəm. Əhməd Şah Hocur oldu, Riza xan gəldi, o birisi. Bunların hamısı tarixçi ilə gəlib getdilər. Bunların da 29 gün vaxtı qalır. Ya bura Suriye kimin olacaq, ya bidunu sual cevap olacaq, ya da 29 gündən sonra biz də Libi kimin olacaq. Çünki Totayın nizamı vardı. Özü də bu qudrətməndi Totaydı. Nizamlar hidayət eləyəcək. Öz nizamlarımız göydən biləxərə bunların hava limanlarına həmlə eləyəcəklər. Havadan eləyəməyəcəklər bir iş görərlər. O zaman 29 gündən sonra sizinlə söhbət eləyəcək. 29 gün bunların vaxtı var. Ondan sonra əgər bir saat rəmdən olsa, sən oradan mən zəy verib səndən danışaram. Axşamız xeyr olsun, çoxlu müzahim olmuram, xəttə duranlar da var. Feridun bəy də bu tarixi biləxərə dəqiq bilir. Bəli, sağ olun, təşəkkür edirəm. Mən bir daha görünür, bəzi soydaşlarımız tarixi bilmir, əzizən vətənlər. Sabahları Şəhərvər ayının 3-də Səhənd stadiumunda Təbrizdə Şəhərdarı və Traktor oyununa orada bütün bölgədən həmvətənlərimiz dəvət olunub. Şənbə günü Urmiyədə İmam və Ətai təqatüyü kəsişi ki, oradan əyalət meydanına doğru hərəkət nəzərdə tutulub. Eləcə də Təbrizdə isə haman şənbə günü saat 6-da yenə
bir qrup, yəni bazar iş adamları və bütün yəni sinfi təbəqələrdən rasta küçəyə dəvət ediblər. Bu adreslərdir, hələlik bizim əlimizdə olan adreslər və yenə də təkrar sizə bunu bildirib verərik. Buyurun, növbəti telefonu qəbul edək. Alo. Növbəti telefon Tehrandan yenə. Buyurun, alo. Alo, salam, yorum yazsınız. Salam, çox xoş gördük. Sağ olun, buyurun. Yorum yazsın Əhməd bəy, haz yaxşıdır. Buyurun, sağ olun. Qurbanım, çox sağ olasın. Bir dənə sualım var idi. Buyurun. Hələn bu Tehran üçün hesablayırlar. Tehranda təqribən yarısı Türk hesablanır da, yarı hesab olanda. Əgər Azərbaycan ayrılsa, bu Tehranın şəraitində şərait olacaq. Yəni, onlar üçün Tehrandadır. Tehranın bir qismətləri ayrılmalı ola bilər. Yəni ki, məsələn, onlar üçün Tehrandadırlar. Nədir, məsələn, bunlar nə şəraitə düşəcəklər? Çox təşəkkürlər, çox sağ olun. Dostlar, mövzu ilə bağlı əgər sualınız varsa, buyurun. Bizim mövzumuz o deyil. Buyurun, növbəti telefonu qəbul edək. Alo. Alo, buyurun. İstanbuldan buyurun, eşitirirsiniz. Alo. Axşamınız xeyir. Hər vaxtınız xeyir, xoş gördük sizi, buyurun. Qonaqlarınıza Gülara xanıma və Firidun bəyə də salam deyirəm. Çox sağ olun. Mənim bir sözüm vardı, amma millətimə əgər bir 2-3 dəqiqə vaxtınızı ala bilsəm, millətimə bir söz demək istəyirəm də. Mən buradan millətimə səslənirəm, ey əkinci, ey kətdi, ey qoyun davar saxlayam. Deməyin bu iş mənə nə əlaqəsi var, mənə nə rəbti var. Deməyin ay millət, bu hər kəs getsin öz çörəyini qazansın. Mən özəlliklə Güneydə bunu gördüm ki, millət deyirdi, mən gedim öz çörəyimi qazanım. Mənə çörək vazibdir. Amma çörək qazanmaq üçün də bir yer lazımdır. Əkinci, mal da var saxlayan, nə bilim, yəni bu döhtür, mühəndis, nirü intizamlı, sənin içində çörək qazanmaq üçün bir yer lazımdır. Əkincinin yeri olmasan, almayandan sonra yerini köçüb gedəcək, harada bir çörək qazanacaq. Mal da var saxlayan, harada gedib mal da var saxlayacaq, para qazanacaq. Döhtür, harada gedəcək, döhtürlü edib, hangi adamları döhtürlü edəcək. Yəni bütün, ümumiyyətlə, bütün millətimə səslənirəm. Deməyin ki, mənə nə, başqası çıxsın. Bu bizim hamımızın məsələmizdir. Bu məsələmizi biz həll eləməyik. Qorxmayın bu işlərdən. Qorxmaq millətin başına hər nə istərsək gələr. Bugün, yarın, hər nə gün var. Yəni bizim məsələmiz hamımızın məsələmizdir. Mənim deyil, sənin deyil, mənim atamın deyil, mənim anamın deyil. Mənim millətimin məsələsidir və hamının əlindən öpürəm və inşallah ki, sabahları bizim millət sabit eləyər ki, bizim millət yatmayıb və qabaqçı millət kimi bir parlaq tarixi var və eləyə bilər, yenə də özünü ispat eləyər. Sağ olun, bütün qonaqlarımıza da salam deyirəm, bütün millətimizin də əlindən öpürəm. Sağ olun, təşəkkürlər. Buyurun, Ərdəbildən. Alo. Ayşənin. Alo, buyurun. Əzizim. Bəli, buyurun. Alo. Buyurun, eşitirirsiniz. Mən Darxuzud bir hafta bundan qabaq getmişdim Azərbaycana, Bakıya. Bəli. Gör, bizə nə hada orada şikəncə verdilər. Get, özü iştab ki, siz. Buyurun, növbət telefonu qəbul edək. Alo. Rusiyadan buyurun. Alo. Bəli, buyurun. Hər vaxtınız xeyir. Hər vaxtınız xeyir, buyurun. Mən salam verirəm Firidun bəyə, Gülara xanıma da. Mən uyğun bir söhbət açmaq istəyirəm. Bizdə olan bu baskılar var ki, bu başqa millətlər tərəfindən deyirsiniz. Alo. Buyurun, bəli, buyurun. Başqa millətlər, bizim öz içimizdə yatan şeytanlardan biz danışmırıq. Mən Azərbaycanın cənub bölgəsindənəm. Özüm də Rusiyada yaşayıram. Bəli. Nə demək istəyirsiniz? Siz nə haqda danışmaq istəyirsiniz? Mən istəyirəm ki, bizim öz içərimizdə öyle şeylər var ki, bu şeytanlar var ki... Hansı içinizdə? Hardan danışırsınız siz? Mən Rusiyadan danışıram. Başa düşürəm. Nə haqda danışmaq istəyirsiniz? Qoy sözünü desin. Öz Türklərimiz bizi ayırırlar. Cənuba, nə bilim şimala, nə bilim başqa yerlərə. Mən özüm, onlar mənim cənub bölgəsinə olduğumu biləndə mənə belə deyir, siz tanışdınız, Eşirsiniz məni? Bəli. Firidun bəy, mən sizin hörmətinizə görə qoyuram danışa. Bizim mövzumuzdur, bizim vaxtımız gedir, vaxtımız azdır. Cavab bəy, o soydaşımıza elə buradan cavab verim. Qardaş, Talış mənim qardaşımdır.
Mənim yüzlərlə talış dostlarım var. Talışlar da bizim kimi iki yerə bölünüb də, Astaranın yarısı o anda qalıb, yarısı bu yanda qalıb. Yəni bu bütövlük elə talışların da bütövlük. Talışlarla bizim problemimiz yoxdur. Elə əzvaq adamlar əmələ gəlib ki, bizi öz sərsindən uyurlar. Mən səni başa düşürəm. O cür adamlara fikir vermək lazım deyil. Abbaslarda pek işlərsiniz. Bizim bu nefsalanı, alo. Bəli. Alo, bizim bir nefsala zonasını talışa hesab edir. Salyanı talışa hesab edir. Halbuki toponomik oradaki yer adları var. Hamısı temiz Türk adlarıdır. Mən danışma niyə qoyasmaq istəmişsiniz? Yox, söhbət danışığınızdan getmir. Bizim mövzu başqadır. Mövzu niyə siz... Mən mövzuya aid söhbət qaldırıram mən. Başqa bir şey danışmıram. Bizim bugün... Mövzuya aiddir ben danışdıqlarım. Yer adları. Qəbul edir. Alo. Buyurun. Mən mövzuya aid söhbət qaldırıram. Mənim torpağımda Xəlil Ulu Türk'dür. Bilmirsiniz də yəqin də mən yaşadığım torpaqda. Həmin o torpaqdan kəndlərin adı Boyat kəndi, Qaraman kəndi, eşitmişsiniz bəlkə, Qarabəlli. Alo. Mən yaxşı işləyirsiniz. Bəli, mən eşidirəm səni. Buyur, darıxma, sözüdür, amma biraz qısa ilə Əlizadə mənim telefonda torpağımdandır. gözləyənlər var. Əli Əlizadə mən yaşadığım torpaqda böyüyüb. Mən böyüdüm torpaqda yaşayıb, böyüyüb. Niyə bir şey, mən sözümü qulaqlamaq istəmişim ki, bu Talış o Abbaszadenin dediyinə görə Salyan Neftçala torpağıdır, Talış torpağı olur. Heç vaxt. Bəli. Sual aydındır, bircə kəlmə ilə cavab verim. Əzizim, yurttaşım, qardaşım, o Abbaszadə kimdir ki, biz onun söhbətini burada eləyək? O Talışdır və Talış xalqının düşmənidir. Mənim düşmənim deyil o. Bəli, Urmiyadan buyur. Bəli. Onun söhbətini burada eləməyə dəyməz və o məsələləri qaldıranlar nə Talışı, nə biz istəməyənlərdir. Bizim Talış problemimiz yoxdur. Burada da bugün mövzu o deyil. Mövzu olsa səndən saatlarla danışaq. Əlbəttə, mövzu olsa gəlsin, saatlarla danışsın. Buyurun, Urmiyadan eşidirsiniz, alo. Selamun Aleyküm. Allah siz xeyri qalsın. Urmiyadan zəng açmışam. Buyurun, xoş geldin. Mən bir Güney Azərbaycanın üniversite öğrencisi, bütün Azərbaycanın üniversite insanlarından istəyirəm bu sözü bütün Güney Azərbaycan millətinə çatdıram. Buyurun. Bizim gölün quruması sadəcə təbiətə zərəri yoxdur. Bəlkə də burada yaşayan müəllimlər, öğrencilər, bəssicilər, pastar və hətta o nivə insandakı olan insanların uşaqlarının həyatının ayəndədə təhlükəyə atacaqdır. Bunun üçün əziz millətimizdən, dəyərli düşünəcəkli millətimizdən ki, fərhəng, kültür, mədəniyyət sahabıdırlar və inanıram da şənbə günü bizi təhq buraxmayacaqlar və öz etirazların məclisdə olan insanlara mədəni halətdə yetirəcəklər. İnşallah sizdən də təşəkkür edirəm ki, himayət edibsiniz və Urmiyanın məsələsini hər gün açıqlısınız. Məndən bu qədər. Çox sağ olun, çox təşəkkür edirik. Buyurun növbəti telefon Təbriz. Alo. Yolun yasıqda vaxtlar. Çox təşəkkür, buyurun. Salamım vardı, eşidənləyə, qonaqlara da. Bəli. İstəyirəm ki, biz bu Urmiya gölü qurumağı bu rejimin bir dənə sürpriz faciələrindəndir. Bu rejim 32 ildir cinayət eləyir. Bütün millətimizi əsir tutubdur. Zindanı eləyib, hamımızı şikəncə eləyib, yoxsulluq yaraldıb. Bu rejim dağılacaq, biz həqqlərimizi çataq. Düzdür ki, biz məsələn istəmirik ki, inqilab o mənaya deyək ki, vuraqsındır, dağdaq. İstəyirik ki, elə biz Libidən, Suriyədən, Misridən əsirlərik. Eləyə bilirik ki, meydanda cəm olaq, heç evə də getməyək, xəstələrlə oturaq, qalaq, orada piyabanda tükədə sözlərimizi deyək. Bu rejim gəyət dağılaq, bu rejim dağılmasa bizim həqqlərimizi deyəcək. Siyasi zindanilər azad ola tezgəyək, azadlıq, bərabərlik gəyək ola hərkəsə. Biz bu şüaylarla Urmiya gölü quruyub, düzdür, biz cavanlarımız da quruyub. Zindanı siyasilərimiz indi şikəncə olun, özünüz bulğusuz gün gəlib baxımızda. Niyə gəyək tutala? Bizim həqqimiz yoxdur. Təcəmmü eləyək, sözümüzü deyək. 32 ildir bu mallalar zülm eləyik bizə. Mən sizdən
Ağzını istəyəm ki, fəqət Urmiyə gölündə şuarımız xülas olmasın. Ürək sözlərimizi deyək. İstəməyik biz bu rejimi. Bu rejim gəyək gedə həqqlərimizə çataq. Yenə deyirəm, siyasi zindanilər azad olan tez gəyək. Azadlıq, bərabərlik olaraq gəyək hər kəsə. Bu bizim ürəyimizin sözüdür. İnşallah ki, sabahlarım Təbrizin cavanlarından ürəyim istəyir ki, orada gələrək yığışaraq birlikdə bir dəfə biz bu zülmüdən qutaraq özümüzü. Qurban olum sizə. Buyurun, növbət telefonu qəbul edək. Alo. Alo, salam aleykum. Salam, xoş gördük. Buyurun. Sağ ol, yormayaq. Çox təşəkkür edirəm. Buyurun, xoş gördük sizi. Alo. Alo. Alo, Urmiye'de müzaham olmuşsunuz. Buyurun, eşidirik sizi. Buyurun. Bəli, növbət telefonu qoşun. Alo. Almaniyadan buyurun. Alo. Hemşerim, selamun aleyküm. Salam, xoş gördük. Buyurun. Sen niye bu milletin koymuyorsan danışa? Fakat onu ben istemiyorum. Ona görə ki, mövzu ilə bağlı olmayanlara icazə vermirik. Mövzu ilə bağlı. Düzdür. Amma bura bax. Bəli. Sən görə o televizyonda. Siz də mövzudan kənar danışırsınız. Sizi də ona görə kəsdim. Buyurun, növbət telefonu qoşaq. Alo. Alo, görünmüyor. Sağ olun, təşəkkür. Buyurun. Alacaqsınız inşallah. Təşəkkür edirəm. Mən istədim bu əziz qardaşımıza deyəm ki, fəqət əgər istəyik ki, deyək ağa, biz mallaları istəmirək, bu hökuməti istəmirək, bu cumhurunu istəmirək. Bu yorunla biz pişrəft eləyəmək ki, ağa, biz indi məsələn hökuməti istəmirək, mallaları istəmirək, indi bahis olur ki, Urmiyə gölü məsələn Poraborla ya məsələn Qururuqdan nicat tapa. Bunlar zad olmaz ki, məsələn bu Poraborla məgər onları geçsə, məsələn yağış gedəcək ya məsələn iqtisad ya vəziyyət Urmiyə gölü behter olacaq. Bunlar bir sözdür ki, fəqət adam məsələn bir moğa əsəbanə olur, məsələn bu cür zatlar deyir. O əziz qardaş bilməm, indi mollalar olan nə edibdir göçünə, ağac təpizlər. Buyurun, növbət telefonu qəbul edək. Alo. Alo. Bəli, buyurun. Xoş gördük, buyurun. Yorulmayın. Təşəkkür. Göktuğ bəyə də salam deyirəm, Gülara xanıma da salam deyirəm. Sizin gözəl verilişindən də çox məmnunam. Urmiyə məsələsini elə əvvəldə icazədən buradan başlayaq ki, Urmiyə məsələsində millətimiz ən gözəl yolu seçibdir, ən düzgün, ağıllı yolu seçibdir. Ayrı bir çarə yoxdur, fəqət millət səsini yetirməklə, millət qalxıb özünə bir əməl eləməklə, iş görməklə. Bizim millətimiz Sayın Gülara xanım çox burada Göktuğ bəyə burada gəlib bizə gözəl informationlar, gözəl bilgilər verib, sizi də bir gün görməkdən burada çox sevindik. Amma istəyəm deyəm, Göktuğ bəylə bu məsələlərin birazını danışmışıq. Siz bəyəklərdə bir dənə balaca bir yazı oxudunuz, məqalə oxudunuz o Türkəmən türkləri üçün. O məsələni, o Türkəmən, özünüz əlbəttə işarələdi də, sizin sözünüzün qüvvətində deyirəm. Həmən məsələ elə Göktuğ bəy də təyin elədi. Həmən məsələ elə Güney Azərbaycanda uşaq ki gedir təhsilə, dərs oxumağa, Təbrizli, Ərdəbilli, Urmuli, Azərbaycan türkü. Elə həmən məsələnin uşağın elə orada da, elə sözü orada da biləsində deyirlər, öz dərsi kitabındakı. Türklər bir vəhşi qovmudur. Bunu 5-ci klasda ya neçənci klasda gəlmişdə Günal TV-də açıqlayırdılar Təbrizlilər ki, məsələ belədir. Bunlar gətirib belə yazı qoyublar kitablarına, təhsil kitablarına. İstəyirəm deyəm ki, bunlar bizi bura qədər belənci səliblə belə oynadıblar ki, bizə deyiblər ki, hamımız İranlıyıq. İranlı deyəndə Mənzuryanı Farsuq. Çünki əgər Mənzuryanı Fars olmasaydı ki, ələnəm deyirlər, ha Farsuq deyirlər, Türk adında bir şey yoxdur burada. Hamımız İranlıyıq, İranlıların hamımız da Farsdır. Bura qədər bizi bunlar belə deyiblər, belə oynadıblar, millətimizi əllərindən gələn eləyiblər. Millətimiz gedib öz düşmənlərinə gedib seçkilərdə durub veribdir. Öz düşmənlərini göndəribdir məclisə, öz məclisinə. İstəyirəm bunu deyəm ki, hörmətli Gülara xanım, bir mərhələdə qərar tapmışıq ki, millətimiz indi bu nəticəyə yetişibdir ki,
bizim siyasetmedarımız bizi düşünmür ki. Bizim alemimizde değil ki. Aslında beləncə bir fikirlərdə yoxdur ki, məsələn, burada yaşayan Azərbaycanlının dərdi nədir, milli dərdi nədir, kültürel dərdi nədir, maddi dərdi nədir. Beləncə bir şey yoxdur. Öz-özlərinə gedirlər, orada bir dana sistem düzəldiblər. Farsın üstünlüğünə, mallasından başında tacı olan pəhli arasına qədər. Deyirlər, Fars üstündür, Türk əskikdir, Türk vəhşidir, Türk adam öldürəndir. Türk düşmanlığın elə salıbla millətinin arasına ki, uşaqdan böyüyə qədər Türk görəndə deyirlər ki, Xuxan görüblər, deyirlər ki, dinosaur görüblər. Bunların fərhəng ediblər, kültür ediblər Farslar özlərinə. İstəyəm bunu deyəm, indi Urmiye məsələsi çox gözəl bir bəhanədir. Millətimiz də bu gözəl təsmimi tutub deyib, buna daş atan, bunun önündə dayanan %100 millətlə müxalifdir və millətin evinin yıxılmasını istəyir. Ayrı bir yolu olmaz bu məsələnin. Gəlib məsələni buruşduralar. O böyüklükdə Urmu gölü qurur. Hörmətli xanım, indi 1 ildir, 2 ildir burada millət qışqırır, Günal TV qışqırır. Hamı gəlir sözün deyir. Bir nəfər bir dana əməl eləməyibdir ki, bəs millət məcburdur özü meydanda olsun da. Millət məcburdur qalxsın öz dərdinin fikrində olsun. O millətin dərdində heç bir bəni Adəm fikr eləməyəcəkdir. Fəqət özüdür ki, öz fikrin eləyib və özü-özünə bir gün ağlamalıdır. Farsın əlini ötürsən, Rusun əlini ötürsən, Rusçələr komünist elər, Fars tapalar Fars elər. Beləliyiblər də, bizim bir də beləliyiblər. Rus deyib mənimkisən, Farsda deyib mənimkisən. Biz özümüzdə oturmuşuq, özümüzdən bir xəbər qulaq asmışıq bunlara. Bəli, bundan çox üzr istəyirəm cavab verməm, mən vaxtı çox aldım, qutardım. İstəyirəm bunu deyəm ki, millət ayrılıbdır və bundan belə öz milli haqlarından belə ölümünə qədər razı etməyəcəkdir. Sizə can sağlığı. Oldu, çox təşəkkür edirəm. Sağ olun. Buyurun, növbət telefonu qəbul edək. Alo. 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 Bəli, buyurun. Günal TV. Bəli, buyurun. Hər vaxtınız xeyir olsun. Hər vaxt xeyir. Dərin qonaqlarınıza salam ərz edirəm. Axşamı xeyir olsun deyirəm. Səfirində Bərnə Gülarə xanıma. Ancaq mən deyə bilərdim ki, o qardaşlarımız ki, zəh vururlar, tribun üçün bizim ixtiyarımızda qoyulubdur. Mövzuna bağlı danışsınlar. Ayrı yerə getməsinlər. Günal TV bir gündə, 2 gündə qutulmur, hər gündə vardır. Bizim bugünkü mövzumuz Urmiye Dəryasının haqqında olan mövzudur. Ona xatirdə xahiş edirəm, mən əziz qardaşlarımızdan hər kəs zəh vurur, bu mövzuda danışsın. Vaxtımızda tutmayaq, vaxtımız dəyərli olsun, gedərli işlərimiz dəyərli olsun, bəlkə bir yerə yetişən kimin olsun. Mən bu tribundan istifadə edib, bu derdi ki, tuzuyla yaramızda ürəyimizi sızdırıb, şayət əslən demək olmaz, gözümüzdən yaş sızlayır. Ya baxanda, xəlifəni bəyək görsədəndə Vanın dəryasəsini, Urmiyanın dəryasəsini görəndə, o dəryanın görünmüş tuzları bu ürək yarasına töküləndə gözlərdən mənim öz gözümdən yaş axdı. Bu bir dənə dəstəyir ki, bunu götürəsən gedə. Firidun bəy tarixçidir. Tarix dərs kitabıdır, məktəb kitabıdır. Mən buradan istifadə edib, iki qardaşlarımıza iki kəlmə söz deyib vaxtınızı çox tutmayacağım. Bir qardaşlarımıza Urmiye Dəryasəsi Azərbaycan bütövlüyünündür. Səlmaz, Xoy, Maku, Gərəzyadın, Urmiye, Təbriz, Qoşatay, bunlar heç biri yoxdur. Hamımız Urmiyədəyik, hamımız sabah Təbrizdəyik. Ondan da sonra gəldi, mənim bir dənə də xahişim var Nizami qardaşlarımdan. Yaxşısı budur ki, Qəzzafidir, Libidir, Tunesdir, Misridir, bunlardan dərs alsınlar. Öz qardaşlarının qabağında silahı yerə qoyub, yaxşı davransınlar. Belə bir iş görməsinlər ki, sonra bunlar yer tapıb qaçanmasınlar. Qəzzafin də bilinmir hara qaçıbdır. Girəcək torpağın altına, siz hara gedərsiniz? Arazdan işi geçib otaya geçənməyəsiniz, otaya da zülməyibsiniz. Alını qardaşım zəh vurmuşdu, siz qət elədiniz, deyildi, biz Bakıda şikəncə verdilər bizə. Məncə şəhət doğru deyildi. Bizdə də Bakıda bir dənə İran konsul gəlisi vardı, orada aparıb şikəncə də verirlər adama. Orada oturmayıb ki, orada siyasi işləri düzəldi. Orada oturub ki, Bakı milləti istiqlal, bir dənə Azərbaycan istiqlaliyyət tapıb onun işlərinə ləsmə vursun.
bunlar Azərbaycan xafirliyini istəmirlər. Mən xahiş edirəm, bu gecədə Günaz TV-dən rəhmətli bizim yardımcı prezidentimiz ki, mənim öz babam rəhmətli onun əskəri idi. Seyid Cəfər Pişəvəri olan doğranın o bir il inqilabının navarını sizcənə qoyasız cəmaat seyr eləyək, gözlərdən yaşlar axar ki, niyə bizim bu tariximiz yaddan çıxıbdır. Amma da Urmiyə dəryasəsi göz qabağındadır, yaddan çıxmayacaqdır. Təşəkkür. Ya öləcəyik, ya da haqqımızı alacağıq, qoymayacaq. O duz gələ dola yaralarımızın arasına sızıldada ağlayaq. İndi ağlayacaq, sonra ağlamayacaq. Görüşümüz sabah Təbrizdə bütün fəallar, fəal deyəndə bütün Azərbaycan. Sabah Təbrizdə, şənbə günü də Urmiyədə. Hər vaxtınız xeyir. Təşəkkür edirik. Çox sağ olun, biz təşəkkür edirik. Növbət telefonu qəbul edək, alo. Meşkin şəhərdən buyurun, eşitirirsiniz, alo. Alo, bəli, buyurun. Mən Meşkindən zəyə vurmuşam, Meşkin şəhərdən. Bəli, buyurun. Siz televizyon səsini alın və birbaşa telefondan danışın. Televizyonun səsi alınıb. O zaman danışın. Salam Nereş. Salam, buyurun. Yorulmuyorsunuz. Çox sağ olun, buyurun. Gör, televizyon səsi alınmayıb. Özünüz də görürsünüz, alınmayıb. Bizim vaxtımız yoxdur, dostumuz. Buyurun, növbət telefonu qəbul edək, alo. Alo. Bəli, buyurun. Alo. Buyurun. Cavad bəy, vaxt veriyorsun. Xoş gördük sizi, buyurun. Sayın Feridun bəyə də, qonağımıza da axşamınız xeyir olsun deyirəm, müvəffəqiyyətli arzu edirəm. Mən də istədim bu mövzulara söhbət edəyəm. Sayın Feridun bəy, dostumuz indi İngiltərədən zəng vurdular, bu nümayəndələrə raci buyurdular bir neçə kəlmə. Mən elə buradan bir Azərbaycanlı olaraq bütün Azərbaycanlıların hamısına bu sualı verirəm ki, Azərbaycanlı qardaşlarımız bu İran adlı zindanın anayasasında yazıbdır ki, nümayəndə gərək o şəhərdən ulaş orada oturubdur, orada zindəqanlıq edir. Sizdən sual edirəm, hansızın şəhərinizdə nümayəndə sizinlə zində girir? Bütün nümayəndələrin evləri Tehranda, Şimiranda, Şimali şəhərdədir. Ab-ı mədən istifadə edirlər, ərz edeyim və ilə axər. İndi qalmışıq biz. Bu adamlardan biz umuruq ki, gələcəklə Allah qoysalar, Urmiyə dəryasına sökəcəklər, dəri sındıracaqlar, biz orada zindegimiz beynindən ki, ölməyəcəyik, diri qalacaq. Belə bir şey olmayacaq. Buna inanın, mən sizə itminan verirəm ki, belə bir ittifaq çıxmayacaq. Gərək millət, biz iş qədərdəyik. Biz gərək astırımızı bıraxıq, gedək qoymayaq göl quruya. Göl qurusa, hər moğayı gördün, xarici dövlətdən, xarici keşvərdən, o zaman gördün, kəbirlulusa bir tur gəlir, bir səyyah gəlir, bir gəzən gəlir, onda bir gün Azərbaycana da gələcək. Nümunəsini də ərz edeyim sizin xidmətinizə. Sabalanın dağının 4000 metr uzaqlığıdır. Onun 3000 metr, 3500 metricində bir göl var, bir su var. Dünyada bunu kim bilir? Sayın profesör, sən bilirsən, səndən sonra Azərbaycanda neçə nəfər bilir? Düz dağın kəlləsində bir göl vardı. Nə? Suyun kəməlir, nə soxalır? Azərbaycandan Azərbaycan neçə nəfər adam bilir bunu? Aya bu dünyada tək və bir olan bir nümunədir. Nümunəsini hər kəs yerin bilir mənə göstərsin. Hər kəs tanıyır belə bir qəziyyəni mənə nişan versin. İndi oturmayan gözləyəsiniz. 4 dənə... Onun sahibi olsa milyardlarla insanlar ora gələr, turist kimi gələr və o bölgənin milləti çörək yer. Doğrudur, düzdür. Ancaq əslən bir əcayib bir ruzigardır. Yəni əcayib bir dünyadır, əcayib bir cahandır. Heç kəs bunu bilmir. Azərbaycanın Savalanın ətəyində oturan adamın gözünə torpaq təpkilər bunu bilmir. Torpaq təpkilər görmür. O Türkiyədə olsa bütün dünyanı çəkib tökərlər ora. Bəli, indi onu götürədilər, aparaydılar Fars şəhərlərinin birinə. Elə bir şey yox. Ab-ı mədəni ki, ab-ı gərmi ki, Savalanın dağının ətəklərindən çıxır. Xəbər alın, görün Azərbaycanın neçə hissəv adamlardan bunun xəbəri vardır. Qardaş, Urmiyənin gölü yekə bir şeydi. 140 kilometr uzunluğuydu, izlədə bilmirdilər. Dünya gəlib gedəndə onu görürdülər. Qurudurlar, o da qurusa Azərbaycan adlı bir şey qalmadı. Millət, Azərbaycanın millət, dur özlüyə fikirləşən. Heç zatdan qorxma. Ranəndələr, otobus ranəndələri ki, Tehrandan Təbrizə gedirsiniz. İndiyəcək pula istəyirsiniz, özləş deyirsiniz. Gedəndən misafirləri götürün. Bunlardan pulları da olmasa aparın, Təbrizə aparın bunları. Təbrizli bacılarımız, Azərbaycanlı bacılarımız, hər kəs gəlib qardaşlardan nəvət edib. Bacılarımız, gəlin, hamımız gəlin, bəlkə gölə nicat verəsiniz. Məndən məndə də çox təşəkkür ederim. Çox sağ olun, minnətdaram sizə.
Buyurun, növbət telefonu qəbul edək. Alo, salam aleyküm Cavad bəy. Salam, çox xoş gördük, buyurun. Olmayası, salam əz eləyəm qonaqlarca da Firidun bəylə Gülayar xanıma. Sağ olun. Mən vaxtı qaçırtmadan Cavad bəy, mənim nəzərim budur ki, əgər millət, bizim millətimiz doğrudan özünü sevir, əgər vətənini sevir, əgər təbiatı sevir, hər nə əgər sevir, bu məsələdə ondan versə kənar deyil, ulu məsələdir. Məncə bir dənə şey vardı, o da bizim heysiyyatımızdır, Azərbaycan millətinin heysiyyatı. Ya bu millət sabah çıxmasın, məncə, mənim şəxsi nəzərim. Ya da əgər çıxır məsələyə son qoyur. Həqiqətən məsələyə son qoymalıdır, qayıtmamalıdır evə. İndi mümkündür bir iddia məsələ olar ki, özü oturub oyda bu sözlər deyir. Əsla belə deyil. Elə biz də cavan olanda o Nəncin Şahın rejimində biz də bu işləri görmüşük. Davut bəy, bu günlə siz əməldə görürsünüz ki, bu Libi məsələsinə baxsınız, totaliter ölkələr hamısı içindən puç bir ölkələrdir, o cümlədən İran. İran hartput eli, mənim qoşunum var, İmam Hüseyinlə, ləşkərim var filan, bunlar hamısı cəfəngiyatdır. İnan o millət əgər biraz ağır olsa, elə puç rejimdir ki bu rejim. Çox sadə bu məsələni həll edə bilər bizim millətimiz. Əgər istəsə, həqiqətən bizim millətimiz bir gündə olubdur, özünə gəlməlidir. Bu adamın varlığıdır bu təbiət. Yəni o getsə bu da gedir. Hərsən ki gedibdir. Dərbaqın nəfəs çəkir bizim millətimiz. Onun üçün mənim xülasə sözüm budur, yormadan sizi, uzatmadan məsələni. Ya çıxmasınlar, ya da çıxırlı məsələyə son qoysun. Bu qədər. Aydın. Ya çıxmasınlar, ya çıxırlı son qoysunlar. İnanın bu rejim put rejimdir. Bu rejimdə heç nə yoxdur. Çox sağ olun, Cavad bəy, mən istəməm vaxtı salamda. Təşəkkürlər, buyurun, növbət telefonu qəbul edək. Alo. Alo, buyurun. Alo. Bəli, buyurun. Axşamınız xeyir. Hər vaxt xeyir, buyurun. Cavad bəy, qonaqlarınıza da sizə də yenidən salam deyirəm. Çox sağ olun. Mən bir Firidun bəy biraz öncə London'da aramışdı. Onun bir dənə sözünüzlə ilgili bir şey diyeceğim de Gülara Hanım'ın bir yazdığı makale vardı. Orada Farsla Rus dilinden alakalı bir şey yazmıştı da bu Farsla Rus dili bir mahalle dil yazmıştı. Bunları biz büyüttük. Biz düşmanımızı öz ellerimizle büyüdüp düzdür konuyla ilgili danışmıram ama bunu cevabını vermək məcburiyyətindəyim. Farsla Rus'u özümüz büyütmüşük ve özümüz de onları aradan aparmalıyız. Yoksa bizim onlarla elbir eləyip biraz önce kardeşimiz aramıştı bu rejim. Bizim rejimle hiç alakamız yok. Rejim cihazsız elden geçsin. Bizim Farsla Rusla meselemiz başkadır. Fars istəyir özünü kurtarsın ama benim Azerbaycanım aradan gedir. Gene onlarla elbir olsa 1968 idi neçəydi oradaki devrimdeki kimi yine de Behişti cimin adamlar geldiler Azerbaycanlıların eliyle devrim elediler. Sonra gittiler yazdılar İran anayasasında ki İran'ın resmi dili Farsçadır. Bunu gene yapacaklar. Yani Behişti cimin tüm bütün ve bunu deyirəm bağışlayan yaptılar. Gene de bunu yapacaklar. Yani bizim öz büyüttüğümüz düşman indi bizim özümüzün karşımızdadır ve bunu kimse aradan aparamaz bizden sonra. Lütfen bunu milletimiz anlasın ve bizim rejimle işimiz yoktur. Bizim işimiz özümüzdür. Biz başka milletlerin elbir olanlarız. Günel TV'ye de bir itirazım var ki ben herden bakıram görürüm ki Günel TV'de Ərəblərin şeylerin bu Ərəblər de zaman zaman gelip yine de bize yani istediği kimi Farslardan da beter olabilirler. Size her vaxtınız xeyirli vaxt arzulayıram. Akşamınız xeyir olsun. Sağ ol. Təşəkkür. Az həmvətənlərimiz daha biz telefon qəbul etmirik. Sayın Firidun bəy, təxminən 5-6 dəqiqə zamanımız var. Onu da biz sizə buraxırıq ki, verilişə yekun vurasınız. Buyurun. Suallar üçün əlbəttə təşəkkür edirik. Bizim nəzərdə tutduğumuz məsələlər həddindən artıq çox idi. Xüsusilə diaspora üzərində dayanmaq istəyirdik. Əgər imkan olarsa, Cavad bəy, 1-2 dəqiqə vaxtımızı da uzadıb o diaspora ilə bağlı sözümüzü deyib oyuna yekunlaşdırarım. Buyurun. Suallarla bağlı Gülara xanımın verəcəyi cavablar var, onları dinləyək. Buyurun. Buyur. Bəli.
Bu son sorulardan biri bu Rus-Fars məsələsi. Türkün enerjisi ilə bəslənmiş bu dillər, kültürlər, tarixləri olsun. Çox gözəl soruydu. Ona deyim ki, onun bir yolu var. Türk enerjisini kəsməlidir. Farsa, Rusa verdiyi enerjini kəsməlidir. Enerjisini özü üçün xərcləməlidir. Öz milləti üçün, öz məsələləri üçün, öz dərdi üçün, öz vətəni üçün. Biz Türklər, Azərbaycan türkləri və bütün dünyadakı türklər öz gücümüzü, öz enerjimizi, öz millətimiz üçün, öz vətənimiz üçün istifadə etdiyimiz zaman, xərclədiyimiz zaman məsələlərimiz qalmayacaq, həll olacaq. Mən buna tamamilə inanıram. O qardaşımıza da təşəkkür edirəm bu məsələyə toxunduğu üçün. Bir də Urmu Gölü ilə bağlı izin versəz, mən bir-iki söz demək istəyirəm. Urmu Gölü bizim yaralı yerimizdir. Və Urmu Gölünün qurtuluşu Güney Azərbaycanın qurtuluşu olacaq. Çünki biz bunu, bu bir haqqımızdır, əlimizdən alınan bir haqqımızdır. Biz bu haqqımızı istədikcə, əldə etdikcə güclənəcəyik, millət olaraq özümüzü ortaya qoyacaq, gücümüzü ortaya qoyacaq və Urmu Gölünün elə bilin ki, dərdini həll edib, özümüz də bütün dərdlərimizi həll etmiş olacaq. Bunun üçün nə etməliyik? Baxın, elə bugünkü məsələlərimizlə də bağlıdır. İçəridə edəcək işlərimiz var və eşikdə edəcək işlərimiz var. İçəridə nə olmalıdır? Mən gənclərimizdən çox şey gözləyirəm. Gənc öğrencilərimizdən, danışçulardan, Tehranda oxuyan, Təbrizdə oxuyan, Urmuda oxuyan, Güney Azərbaycanın bütün şəhərlərində oxuyan öğrencilərdən çox şey gözləyirəm. Danışçular çıxmalıdırlar. Kiçik, sivil, mədəni şəkildə buna qarşı etirazlar bildirməlidirlər. Mədəni şəkildə, vurub yıxmadan, şiddət göstərmədən, zorakılığa baş vurmadan, bütün dünyanın etdiyi kimi mədəni şəkildə Urmu məsələsini, Urmu Gölünün bu böyük məsələsini ictimaiyyətin diqqətinə çatdırmalıdırlar. Bu bir. Sivil eylemlər olmalıdır. Bunun başqa yolu yoxdur. İçəridə bu baskı oluşturulmalıdır. Tehranda bu edilməlidir. Aydınlarımız var bizim. Aydınlarımız bu məsələni gündəmə gətirməlidirlər. Bunun arxasınca bir də bir gün, 2 gün olmaz. Sürəkli. Bu çox önəmlidir. Yəni bunun arxasında duraraq günlərcə, həftələrcə, aylarca bu məsələni təqib etmək lazımdır. Eşikdə nə edə bilərik? Burada yenə diasporamıza iş düşür. Baxın, beynəlxalq təşkilatlar var. Ekoloji ilə bağlı Birləşmiş Millətlərin böyük şöbələri var. Bizim indi çox şükür artıq təşkilatlarımız, partiyalarımız qurulur Güney Azərbaycan adı altında. ADAP kimi, Dünashaq kimi bizim haqlarımızı, Güney Azərbaycan haqlarını savunan, müdafiə edən, difa edən təşkilatlarımız var. Bunlar bunu Birləşmiş Millətlər Təşkilatına bu məsələni aparıb, bu məsələni ciddi bir şəkildə dosyalar hazırlayıb, bu məsələni təqib edib və İran dövlətinə, bugünkü İran rejiminə baskı edilməlidir. Birləşmiş Millətlər Təşkilatı adı ilə, Avropadakı təşkilatlar adından İrana Urmu Gölündəki bu vəhşiliyinə görə, bu qədər sorumsuzluq, bu qədər gözü görə bu ekolojik fəlakətə səbəb verdiyi üçün İrana baskı edilməlidir. Necə nüvə silahı üçün, nükleer enerji üçün bunlar bu qədər baskı edirlər, bu da bir ekolojik fəlakətdir. Buna da bir baskı olmalıdır. Və bu ancaq Güney Azərbaycanı ilgiləndirən bir məsələ deyil. Bu çevrə sorunu, bu ekolojik məsələ Türkiyəni də yaxından ilgilənir. Urmu Gölünün quruması yaxındakı, siz də bayaq vurğuladınız, 120 kilometrdə olan Van Gölündə quruması deməkdir. Yəni bütün böyük bir çevrəyə bu təsir edəcək. Bu fəlakət arxasıca böyük bir fəlakətlər yaradacaq. Və bunu Türkiyənin də yaxından, Anadolu Türkünü də yaxından ilgiləndirən məsələdir. Biz orada Türkiyədəki, Anadoludakı Türkiyənin çevrəçiləri ilə də işbirliyi etməliyik və bütün dünyanın. İndi buradan, doğrudan da bu ciddi məsələdə bütün bizim eşikdə olan, özellikle Birləşmiş Millətlərdə və Avropa Birliyi içində buna ciddi baskı qrupu yaratmalıyıq. Başqa yol yoxdur. Bütün dünyanın təcrübəsi budur. Əgər bir yerdə sorun varsa, bunu xalq özü içindən baskı qrupları yaradaraq, aydınları ilə, öğrencisi ilə və eşikdə olan diaspor təşkilatlarımızdan bunun yolu budur. Başqa yolu yoxdur. Kuzey Azərbaycanla da təşkilatlar Bəli, buradan da. Xüsusilə ekologiya ilə məşğul olan qeyətlər var. Gülara xanım, vaxtımız yekunlaşır. Bax, bu işləri görmək üçün, millətin azadlığa çıxması üçün birinci növbədə, yəni bugünkü şərtlər nəzər alanda, birinci növbədə günah
xaricdə yaşayan Azərbaycan türklərinin boynundadır. Mən belə başa düşürəm. Birinci günah. Niyə? Bunlar Avropanın bütün şəhərlərində, ölkələrində var, Amerikada var, Rusiyada həddindən artıq çoxdular, Türkiyədə var, ərəb ölkələrində var. Bunların içindən o ziyalılarımız, aydınlarımız, milli qeyrəti olanlar mütləq və yenə də mütləq birləşib güclü deportasiya mərkəzləri yaratmalıdırlar. Çünki bayaqdan sənin elədiyin söhbətin məhzində nə deyənir, o etnik, siyasi təpkiləri göstərə bilən təşkilat olmasa o təpkilər olmayacaq. Müqayisə eləyək, bir ovuc erməninin yaratdığı diaspora nə işlə məşğuldur? Bütün dünyanın barmağını da oynadır. Bax elə bu Qarabağ məsələsində də, Azərbaycan Ermənistan məsələsində də və Ermənistanın iç məsələlərində də. O diaspora bugün yaranmayıb. Elədir. 100 ildir onlar mövcuddur. 200 ildir. Hələ 200 ildir. Qardaş, bizim indi imkanımız var və əlimizdə böyük şans var ki, bu DAK-ın qarşıda olacağı qurultayda aktiv iştirak eləmək lazımdır. Ora elə adamlar seçilməlidir ki, onlar bu gündəlik siyasətlə yox, bu qlobal siyasətlərlə məşğul ola bilsinlər. 35-40 milyon azadlıq istəyir, o ilə məşğul olsunlar. Quzey Azərbaycanda demokratikləşmə getməlidir, o ilə məşğul olsunlar. Çünki diaspora əgər hökumətlə əlbir işləyəcəksə, o diaspora deyil. O, Gülara xanım demişkən, yəqin o da fikrimin, o bir lobbiçilikdir, o ayrı şeydir. Diaspora, xaricdə yaşayan Azərbaycanlıların güney və quzeydəki problemlərinin həlli yolunda mübarizə aparmaqdır. Xaricdə bir cür mübarizə və xaricdən daxilə təsir mübarizəsi. Yəni, diaspora hökumətdən asılı olmamalıdır. Hökumətdən asılı olsa, o artıq diaspora olmur. Ermənistanın bugünkü hökuməti diasporadan qorxur. O nə Rusiya dövlətindən qorxur, nə Azərbaycandan, nə İrandan, nə öz diasporasından qorxur. Kim? Hökumət. Niyə? Çünki o diasporanın gücünü bilir. Diasporanın verdiyi, deyək ki, tövsiyələri bunlar eləmək məcburiyyətindədir. Niyə? Çünki 100 illərdə o diaspora Ermənistanı ayaqda tutur. Biz də istəyirik, şəxsən mən istəyirəm, bizim diasporamız belə olsun. Yəni, onlara bizdən nə kömək lazımdır eləyək. Amma qardaşlarım, xaricdə yaşayan Azərbaycan soydaşlarım, Rusiyada, Avropa, siz bir araya gəlib bunu yaratmalısınız. Sabah gecdir. Bugündən başlamaq lazımdır. Yəni, təsəvvür edin, bu Urmu gölü məsələsi eyni anda Rusiyada, Avropada, Amerikada səfirlər qarşısında, Gülara xanım demişkən, BMT-nin qarşısında, UNESCO-nun qarşısında böyük mitinglərlə, izdihamlarla eyni anda, eyni saatda dünyanın böyük ölkələrində bu gedir. 50 milyonluq bir xalqın diasporasından mən söhbət edirəm. Kiçik partiyaların, təşkilatların, nə bilim, öz fərdi mənafələrini güdən insanların diasporasından danışmıram. Və bu növbəti qurultayda, Gülara xanım, sən də Türkiyədən, səndən də ricam odur, əlaqələri bilirəm. Onlara sözümüzü yetir. Bu dəfə bu məsələyə ciddi yanaşsınlar. Və sən də deyəcək sözlərim var, buyur. Sağ olun Firidun bəy. Çox doğru buyurdunuz siz də, düz dediniz ki, diaspora başqa şeydir, lobi başqa şeydir. Dövlətlər, indi quzeydə çox şükür dövlətimiz var. Azərbaycan Cumhuriyyəti var, dövlətimiz var. Bu dövlətin borcu lobi fəaliyyəti etməkdir. Lobi fəaliyyəti nədir? Başqa ölkələrdə öz milləti üçün, öz dövləti üçün o ölkənin aydınlarını, dövlət adamlarını, tarixçisini, ədəbiyyatçısını, mediasını, parlamento deputatlarını ələ alır
yeri gəlir pul verir, yeri gəlir mənəvi dəstək, yeri gəlir maddi dəstəklə onları təşviq edir, kitablar yazdırır, öz ölkəsini tanıdır. Misal üçün, bugün Azərbaycan dövləti Rusiyada böyük iş, boşluq var, heç bir şey edilmir. Orada Rus aydınlarını biz ələ almalıyıq. Azərbaycan gerçəklərini tanıtmalıyıq orada. O Rus aydınlarını ələ almaq lazımdır, onlara dediyim kimi onu təşviq etmək lazımdır. Erməni diasporasını əlini zəiflətmək üçün. Avropada da eyni şey etməlidirlər, Amerikada da və dünyanın hər yerində. Bu dövlətin işi lobi fəaliyyəti etməkdir. Amma diaspora başqa bir şeydir. Diaspora eşikdə qurulur, xaricdə olur və dövlətdən bağımsız, dövlətdən müstəqil olur. Və diaspora o qədər güclü olur. Diaspora dövlətə hökm edər. Yəni bizdə tərsinədir. Dövlət diasporaya hökm edir. Amma dünya təcrübəsində erməni, siz də dediniz bayaq, erməni diasporası, yahudi diasporası öz dövlətlərinə hökm edir. Bu da nə ilə bağlıdır? Çünki onların diasporaları doğrudan da diasporada güclüdülər. Amma bunu da unutmayaq. Yəni tənqid edəndə də düz tənqid etmək, eleştirəndə də düz eleştirmək lazımdır. Bunların diasporaların yaşı 200 ildir. Məsələn, ilk ermənilər bundan 200 il, 180 il qabaq gediblər Kaliforniyaya, Vaşinqtona yerləşiblər, qaytaqanlar deyilmişlər. Onlar yerləşiblər və o zamandan diaspora fəaliyyətlərini bugünə qədər davam etdirirlər və çox gücləniblər. Eyni şəkildə yahudilər də elə. Yəni bizimsə, baxsaq hər şeysə, bir İslam Cumhuriyyəti quruldu, İran İslam Cumhuriyyəti qurulandan sonra 30 ildir yəni gediblər. Ondan öncə gedənlər də var, dağınıq şəkildə. Son 30 ildə gedənlər var. Amma açıq bunu deməliyik. Quzey Azərbaycan yenidən bərpa olduqdan sonra dövlətçiliyimiz son 20 ildə fəallaşdı. Və buradan quzeydən də gedənlər oldu. Amma əsas güneydən son illərdə gedənlər, fəallar ki var, milli ideologiyaya köklənmiş aydınlarımız son 20 ildə ortaya çıxmağa başladı. Və baxsaq bu son 20 ildə olan hadisələrə, bütün yaranan təşkilatlarımıza və Günah TV'nin özü də bizim həm də təcrübəmiz də var da. Biz göydən çıxmaq haqda ölük ki, yəni bugün o şərait ki yaranır, sən deyən aydınlar imkan qazanır ki, diaspora yaratsın. 20-ci ildə Azərbaycandan gedən o Sovet hökumət gələndən sonra o aydınlarımız ki getdi xaricə, başda Məmməd Əmin olmaqla. Rəsulzadə, Mirzəbala Məmmədzadə. Onlar, əsl diaspora onlar idi. Elədir. Onlar nə işlər gördülər ölkəmiz üçün, millət üçün? Bəli. Bilirsiniz, Fəridun bəy, biz də dünən bir proqram hazırladıq, sırf bu diaspora məsələsi ilə bağlı. Dünən dediyim sözləri təkrar etmək istəmirəm. Onları eşidəcəklər sonra dinləyicilər, tamaşaçılar, izləyicilərimiz görəcəklər o sözləri. Amma qısaca deyim, elə Azərbaycan diasporası oradan başlayır. 20-ci ildən sonra, Bolşevik işğalından sonra ki, bunlar gəldilər və bilirsiniz, ölən öldürüldü, güllələnən güllələndi burada, sürgün edilən sürgün edildi, yox edildilər. Başını qaça bilənlər, yəni özünün həyatını qurtara bilən çox az hissə getdilər. Türkiyədə yaşadılar, Avropaya getdilər. Onların bir hissəsi də bir Rəsulzadə gili çox düz dediniz. Onlar gedib orada İstiqlal mərkəzi qurdular Türkiyədə və uzun illərdə davam etdirdi. Ta dərnək, Azərbaycan Kültür Dərnəyi yaranana qədər Ankarada qurdular onu. Yəni oradan başlayır. O Fransada vardı, bilirsiniz, Ceyhun Hacıbəyligilin işləri vardı, Almaniyada Legion vardı, onların da fəaliyyətləri, Finlandiyada qısa müddətli Məmməd Sadiq Aranların vardı. Onları, yəni qısa-qısa dağınıq oldu bunlar. Ancaq Türkiyədə düzgün, yəni Rəsulzadədən bugünə qədər olan bir o şəkildə oldu, davam etdirə bildilər. Amma bugün baxsaq 20 ildir. Yəni biz deyir, xəstə məriz tələsər, amma armud vaxtında yetişər. Biz əlbəttə istəyirik ki, çox tez zamanda olsun, amma biz ermənilərin 200 ildə etdiyini biz 20 ildə edə bilmərik. Vaxt lazımdır. Vaxtımız da yoxdur. Yəni zaman bizi sıxır. Çünki dünyada qlobal dəyişmələr gedir, siyasi dəyişmələr gedir, yeni xəritələr düzülür. Ona görə bizə o çox vaxt buraxılmayıbdır, vaxtımız azdır. Gülara xanım, bugün əlbəttə oradan da elədik söhbət, buradan da elədik. Əsas, yəni o səhər kitabınla bağlı söhbəti onun üzərində qurduq. Sağ ol, gəldin, suallarımıza cavab verdin və soydaşlarımla sən sağollaş, sonra da mən sağollaşacağım. Sağ olun. Öncə bağışlayın deyirəm, üzr istəyirəm. Bütün tamaşaçılardan çox dağınıq oldu. Mövzular çox, demək istədiyimiz söz çox. Çalışdıq ki, onları qısa-qısa bilgiləndirək, bilgi verək. Ona görə üzr istəyirəm, yəni biz dağınıqlığa görə. Son söz olaraq diaspora haqqında bunu demək istəyirəm ki,
Əsas budur ki, demokratikləşməyi öyrənməliyik. Başqa yolu yoxdur. Türkün gələnəyində demokrasi ən güclü olan, ən əski gələnəyində, demokrasi gələnəyi olan bir ulusuq, bir millətik biz. Avropalılardan çox-çox öncələr biz öyrənmişik. Ərəblərdən, o biri millətlərdən çox öncə bizdə Türklərdə demokrasi olub. Qurultaylarımız olub. Xalqanı qurultayla seçmişik. Qadınlar, kişilər bir arada seçmişik. İndi belə bir xalq bugün diaspora məsələsində yenidən bu şeyi gücləndirməlidir. Demokratik ənənəni, qurultay ənənəsini. Əgər bir şey varsa, problem varsa, biz biraz da şəxslərimiz də böyükdürlər, böyük şəxsiyyətlərimiz var. Mümkün olsa biz verilişiz. Demokratik bir şəkildə qurultayda olmalıdır. Qurultaydan keçməyənlər, seçilməyənlər qırağa çəkilib özləri ya təşkilat qurmalıdırlar, əl-ayağa dolaşmamalıdırlar və bu, bəli, təşəkkür edirəm hamınıza, Günas TV-nin bütün çalışanlarına, sağ olasınız. Firidun bəy, sizə də təşəkkür edirəm, sağ olun. Mən də buradan yurttaşlarıma təşəkkür edirəm, telefon açan soydaşlarımıza iki qat təşəkkür edirəm. O yaman deyən yurttaşlarıma da təşəkkür edirəm və sizə qəribə gəlməsin. Qoy bizi söysünlər, həqiqət yolunda, azadlıq yolunda nə qədər bacarlar söysünlər. Amma necə ki bizə son söyən varsa, deməli hələ biz getməliyik. Mübarizəmizi aparmalıyıq. Ona görə o söyüşlər olmasa, yaman deyənlər olmayanda biz elə arxayınlaşırıq, deyirik ki, bütün işlərimiz yaxşı gedir. O yaman deyənlərin də kim olduğunu bilirik, itilatın tulalar olduğunu da bilirik. Yəni onlar bir qat söyüş söyə bilirsə, biz 7 qat dilimizdə söyüşlər var, amma biz o səviyyə enmək istəmirik. Və ondan da qəti narahat olmuruq, qoy onlar bizi həmişə ayıq saxlayırlar, bilirik ki, düşmən var və öz dilimizdə, öz içimizdə belələr var. Onu bizim bilməyimiz yaxşıdır, onlar bizi həmişə ayıq saxlayırlar, onlara da təşəkkür edirəm. Cavad bəy, sağ olun, əziyyət çəkdiniz, Rauf bəy, sizə də təşəkkür edirəm və bütün yurttaşlarımı Tanrıya ismarlayıram. Gələn verilişimizdə xalqımızın görkəmi oğlu Əlisə Nicat bəyi dəvət edəcəm. Onun yaxınlarda 70 yaşı tamam olubdur, bilirsiniz. Son deməli 50 ildə, 50-60 ildə türkçülük uğrunda mübarizə aparan bir yurttaşımızdır. Çoxlu kitabları var. Mənə elə gəlir ki, onun yaradıcılığından gələn dəfə söhbət eləsək, siz də belə bir ziyalımızla fəxr eləyəcəksiniz. Sağ olun. Çox sağ olun, biz də təşəkkür edirik. Əziz və hörmətli həmvətənlər, beləliklə verilişimiz burada sona çatır. Urmu gölü can verir, məclis onun qətlinə fərman verir. Bu və digər şüarlarla sabahları Qurd dərəsində, Səhənd stadionunda yüz minlərlə həmvətənlərimiz təbii ki, müxtəlif bölgələrdən, Təbriz və ayrı-ayrı şəhərlərdən gəlib Urmu gölünün nicatı ilə bağlı milli şüarlar səsləndirəcəklər. Millət vəkillərinə etirazlarını bildirəcəklər, dövlətə etirazlarını bildirəcəklər. Bu bir etirazdır. Yəni Urmu gölünün qurumasının qarşısını almaq üçün eyni zamanda şənbə günü Urmiyədə İmam və Ətai təqaüdündən əyalət meydanına doğru bir yürüş olacaq ki, bu da etiraz xarakterli bir yürüşdür ki, Urmu gölünün qurumasını dayandırmaq üçün ekranda yəni gördüyünüz bu afişalarda məhz elə bunları nəzərdə tutulub və görürsünüz ki, adreslər də burada var. Əlavə Təbrizdə də bir bəyanat veriblər və Təbriz bazar adamları, iş adamları, danışçılar, yəni tələbələr və digər qəşirlər də isə Rastabazar küçəsində şənbə günü saat 6-da bir bəyanat yayıblar. Üstəlik aldığımız bilgilərə əsasən məmurlar, yəni milləti bir qədər təzyiq göstərir, fişara qoyur, onların antenalarını açır, evlərinə girir. Bu bir növ təcavüzdür və millət bundan boğaza yığılıb. Beləliklə də millət də bütün bunların hamısı, yəni bu problemlər üst-üstə yığılıb və bir dövlətə qarşı və onların gördüyü əməllərə qarşı nizam-intizam qüvvələrinə etiraz əlaməti olaraq eyni zamanda bu proseslərdə fəal iştirak edəcəkləri haqqında da bilgi və bəyanatlar yayıblar. Ümid edirik ki, bütün Güney Azərbaycanın hər bölgəsində bu etirazlar səslənsin və beləliklə də
Urmu gölünün qurumasının qarşısı alınsın. Bu fəlakət, yəni nə qədər gec deyil, önlənsin. Yoxsa 3 ildən sonra mütəxəssislərin dediyinə görə o bölgədə bir bitki olmayacaq, tapılmayacaq, ağaclar, nə bilim, digər yəni canlı heyvanlar, eləcə də üstəlik insanlar. Təşəkkürlər, çox sağ olun. Bayaq soydaşlarımızın biri telefon açdı və Seyid Cəfər Pişəvər dövrünə aid sənədli filmin pəxş olunmasını xahiş etdi. Biz də onun xahişini nəzərə alaraq həman filmi sizə təqdim edirik. Sağ-salamat qalın və gün asti ilə qalın. Hələlik.